Finlandiya modeli nədir? Diabeti xəstəlik olmadan tutmaq deməkdir. Finlandiyada diabetə başqa cür baxırlar. Onlar yanğının olacağını gözləmirlər. Tüstünü axtarırlar. Bu yanaşmanın adı risk əsaslı skrininqdir. Sadə suallar verirlər insanlara. Yaş, bel çevrəsi, ailə tarixçəsi, hərəkət, qidalanma və bu suallarla risk dəyəri hesablanılır və yalnız risk qrupasına daxil olan insanlar dərin müayinəyə yönləndirilir. Bu modelin məqsədi xəstəni tapmaq yox, xəstəliyin qarşısını erkən almaqdır. Prediabet mərhələsində daxil olmaq ən effektiv nöqtə hesab olunur. Bu yanaşma diabetin taleyini dəyişir və erkən bilik illərlə dərmanın asılı qalmaqdan daha güclü hesab olunur. Ona görə də risk qrupasının müəyyənləşməsi üçün yardımcı olmaq istəyirsinizsə, siz də bu videonu bəyənin, paylaşın və bu suallardan əgər cavabınız müsbətdirsə, şərhlərdə yazmağı unutmayın. Özünüzə yaxşı baxın.